Bir də hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyim. Bir daha xatırladaq, neçə bazada Judo Federasiyasında onların dueli, 10 yaşlar arasındakı Respublika çempionatı Vətən və Rofum kollektivləri üzləşir. Fasiləyə Vətən 3-2 hesablı öndə yollandı. Rofum önündə. Görə ikincisi də bizi də gözləyir. Rofumdan geri dönüş mü izləyəcək, yoxsa Vətən üstünlüyünü artıracaqmı? Kifayət qədər templi və məhsuldar bir ilk hissə izlədik. Sadqov hesab açmışdı Vətən adına. Rofum hesabı bərabərləşdirdi. Daha sonra Hüseynin Mirəfqanla baxımlı bir qol izlədik. Rofum ikinci qolun cavabını da məhz qaytarma bacarmışdı, amma son olaraq Camal Şıx Seyidov komandasının önünə keçirdi. Hələ ki Rofumdan buna cavab gəlməyib. İndi sanki mənim sözümü bitirməyimi gözləyirdilər. İndi cavab gəlir. 3-3 oldu. Bazada Judo Federasiyasında artıq bərabərlik var. Fasilədən qolu qaydır Rofum tərəfi. Vətən 3. Rofum 3. Çevirmə. Rofumun yenəmləsi sol cinatan. Götürmək istəyi. Mustafa qapısını tərk edib, mənimsəməyə bacarır. Mustafa bir qədər göz gəzdirdi, görə kiminlə oynayacaq? Yaxşıdır uşaqlar, yaxşıdır, problem deyil oyunu. Gel arkaya çıxartsın da niyə? Hüseynin Mirəfqan. Renatı qabaqladılar. Əksəmlə isə göstərmək istəyirlər. Həmzə yerdə qaldı. Referi heç bir qayda pozuntusu yoxdur dedi. Qayda pozuntusu qeyd almadı ədalət təmsilçisi. Dördü oldu. Rofum 4, Vətən 3. Malik bu arada yenə meydana qayıdır. Selim Mirəfqan cinayət doğru ötürmə. Ayaz. Ötürməsi də Adnan Sadqov. Malik. Malik kimə? Bir qədər imansız idi. Məhsində qeyd etdiyi kimi. Öz qapıya niyə çönürsən ha bala? Qadağan deyə o. Deyil zərmə vermədi, vurdular. Qapa get ayaz. Qəbul elə də topu. Malik. Referi epizodun bir neçə atamlarını və Rofum oyuncuları Malikin keyfini təliyirdi deyə qeyd edir. Standart vəziyyət Hüseynin Mirəfqan topun arxasında. Kapitan zərbəsini yerinə yetirəcək. Birbaşa qapı ünvanladı. Hüseynin Mirəfqan və gol! Möhtəşəm bir gol. Maestro iş başında. El Kapitanov. Davay səsləri bırakmayıq. Uşaqlar, kompakt oynayaq. Yenə möhtəşəm bir gol. Davay, ayaq səvərsən, ayaq. Hüseynin Mirəfqan ifasında topunu rəsmiləşdirir. Komandasının 4-cü özünün ikinci qolu. Uzaq məsafədə, mərkəzdən və geridən Hüseynin Mirəfqan. Topu qapıdan keçirdi. Bu arada Mustafa'nın sevikliyi keçid vermədi. Abirenderdən zərbə qapandılar. Mustafa uzandı. Dəqiqələrdə sanki on bir qədər qızışıb. Hesab isə artıq 4-4'dür. Heydər əmi saat 12'də orada olacaq. Burada. Burada yani. Hansı oyunda? Çox sağ olun, minnətdarım, yaxşı olmamışam. Bir daha qeyd edim mən. Neftçi bazada Judo Federasiyasında onların dueli, 10 yaşlılar arasındakı Respublika çempionatı Vətən Rofum kollektivləri üzləşir. Hesab isə 4-4'dür. Gel Həmzə gel. Malik oyuncusun var Malik.
Gel Adnan. Gel Adnan. Adnan. Sen de oyna bile. Hadi sık da. Ay ne inirsen ayağım sen. Biraz sana sonra. Kullanırsan mesela eşek sıkıntı. Kat istemiyorum. Ben akıllı oyna değil. Oraya katsan orada alladılar. Bura katırsan. Adama bir oyuncu. Adama bir oyuncu. Malik kabul eləməsin də Malik. At yeni itirməlidir. Atrofumun sen ötürmək istəyim. Hoppa Həmzə. Gəl Malik. Qarşılıqlı mübarizəni şahidik. Həmzə. Gəl, gəl. Yani bir rəqimlə Həmzə. Sinə boyunca irələdi. Orada İslamla mübarizə aparır. İslam da bu rəqimlə vurub meydandan çıxardı. Gəl Mustafa. Sık olmuş. Oynayacağım. Orada qapıçı dəyişikliyi başlayır vətən heyətində. Çevrim Mustafa vəzlənir. İdad artıq qapıdadır. Bunlar düşüb qabağa gələndə sən çıxmalsan, yaxında olursan orada. Gəl də gəl. At yerinə itirilməlidir. Rofum adına. Hoppa Mirəfqan. Mirəfqan açdı top. Əsədov Ömər sığortaladı. Adnan çöl. Adnan Sadıqov. Əsədov. Ömərin qarşısı kəsildi orada. Hüseynli Mirəfqan bir halda cəmlə. Diaqanla doğru ötürmə düşüncə yaxşı ötürmə ünvanına çatmadı. Malik. Out. Neftçi İKN oyunda olasınız müəllim. Yok. Olmayacaq. Olmayacağım. Say vaxtında. Həmzə gəl. Göstər o. Ayaz vardan yerində meydana qayıdır. Həmzə əvəzlənir. Moykun oyunu çəkirsən. Adnan. Yolda ortaya. Moykun da oyunu olmayacaq. Camal Şıxseytov yerində meydana qayıdır. Bu sözümüzü deyək də. Aklımda var ki, 10 dəqiqədə zahmət eləyə bilər. Mən də deyə bilərəm. Qardaş, nəsə problem var. Zaman yedir bak. Mənə deyir. Hakimlə danışır. Allah deyil, Əli. Olsun Ali. Olsun Əli deyil, elə. Ben hakimlə Zaman eləyirəm, nəsə problemim var. Kardeşim ben hakimlə Sən danışırsan, danışıram. deyirəm zaman eləyirəm, nəsə problemim var. Zaman haqqında danışırsansa, mən Zaman ona girişərəm. eləyirsensə, oyunu saxlama da elə də. Əşi, mən saxlayıram. Necə saxlayır? Yaxşı eləyir. Təzə qayda gətirmiş. Səsə qayda gətirməmişəm, olan qaydadan istifadə edirəm. Elşad sakitləşdir orada, danışır bayaq. Danışmır belə bir ağzımız yoxdur. Topu, topu! Yoldaş abi. Oyun dayanmasın. Ne oldu mesela? Ötürmək istəyib. İslam endirilən zərbə keçmədi. Adamın müdaxiləsi vardı. İslam daha bir cəhət. Qapıdan yan keçir. Vidadi. Talibzad Ayaz özünü çatdırdı. Amma Ömər gəl. Haqa, o meydanda saxlamaq mümkün olmadı. sola. Düz soldan hücuma. At yeni itirilir. Rofum adına Hüseyin. Ayaz yaxın küncü bağladı. Pavel orada Rofum kapitanla mübarizə aparır. Sopra gələqində vurub meydandan çıxarmışdım. Pavel Yalniski Ayazla oynadı. Talibzadə İslamdan yayına bilmədi. Son müdaxilə. Rofum kapitanla. Zamal tərəfə. Zamal açıl. Zamal açıl. Adam kırar. Gel, Ayaz'da. Ayaz. Ayaz
çata bilmədim. Hüseyin Mirəfqan, Camal Şıxseydov. Mirəfqan sol ayaqla indirdiyi zərbə qolkiper. Kimdə top özündə saxlama bacarır. Mirəfqan. Qarşılıqlı mübarizənin şahidiyik. Pavel. Malik! Rəqibə yox da. Atan gəl! Yoldaş Akif. Malik! Tez çıxar! Həmzə yenə meydana qayıdır. Malik texniki zona yollandı out. Hadi! Tələsmə! Ayaqqabısı mı? Yoldaş Akif, ayaqqabısı bağlayır. Cinaha gəl, ayaz. Dilim qurudu, ayaz. Su içməkdən bezdim, gəl Cinaha. Vidadi. Camal gəl. Gedir, Diyanqanla doğru ötürmək tamam. Vidadi, Aslı səndə. Top məşqə xəttini kəsir üçün məhz qabağında deyək. zərbə. Vidadi! Fcivazada Judo Federasiyasında onların duelidir. 10 yaşlı arasındakı Respublika çempionatı bu arada. Camal gəl. Gol deyil axı bu. Bu gol olmamalıdır. Sərbəst zərbə bu. Adla! Düşür Cumhuriyyə. Sərbəst zərbə. Mən tam görmədim. Toxundu. Çıxır, Pavel. Gəl Pavel. Bu çox möhtəşəm bir gol deyə adlandırır həqiqətən də. Gəl. Bu qolu qeyd etmək lazımdır. Standart vəziyyəti. Qola çevirdilər. Rofum artıq görüşdə öndədir. Rofum 5. Vətən 4. Bu kiperlə uzandı amma topa çatmaq qeyri-mümkün idi. Ayaz gəl Cinaha. Vidadi. İkinci top. İslam qarşıladı. Hüseyin Mirəfqan. Ötürmə vana çatmır. Mirəfqanın müdaxiləsi var idi. Efir qayda pozuntusu qeydə aldı. Haberfest'ten şonlarına sardı soldu düşe. Ne oldu da şey önemli terbiyesiz uşaqları? Yoldaş Akif. Vidadi. Gəl. Amin, o dışarı yerine bir yandı sana orada. Yoldaş Akif. Baba, Hüseyin Mirəfqan. siz niye bırakırsan topu? Yoldaş Akif eline değdi ha. Adnan Sadıqov. Ayaz yerlə zərbə. Bu! Ne oldu senin zərbələrine? Abi gel sen. Efir davam dedi. Adnan gel Adnan gel. İslam geri ötürmə. Sol cinatdan Rofum əmləsi topu meydanda saxlama bacardılar. Bal orada rəqibinin yayında Renat rəqibinin üzərinə şığıyır. Renat sona qədər oynadı korner. Həmzə gel. Ayaz. Düş sola. Ömer. Gel. Sağdan oyna. Abla sağ. Adəm yenə meydana daxil olur. Yerlə zərbə cəhdi Bilal. Gel Adnan gel. Gel Adnan. Rəqibini qabaqladı. Ömer çıx da adam meydanına. Renat. Qarşılıq mübarizənin şahidik.
Adəm müdaxiləsi var idi orada. Selim Mirəfqan. Bunu çıxarmaq lazımdır müdafiədən. Adnan Sadıqov. Gel. Abi. Yoldaş aç. En aç gel. Pavel. Həmzə yerdə qalır. Adnan düşür. Adem düşür ve sen. Həmzəyə qarşı qayda pozulmuşdu. Selim Mirəfqan topun arxasında. Artıq 2 qola imza atıb. Burada da standart vəziyyətdən gəlmişdi Mirəfqan. Penalti çərçivəyə doğru. Amma bu səfər onun adına nəticə hasil olmadı. Cinə doğru ötürmə Rofumun əksi həmləsi. Adəm Atazadə. Sürüşmə fəndilə top meydandan çıxarır. Adama bir nefer. Pavel 17. Ev tapşırığına bənzirdi Ayaz. Ev tapşırığından sanki xəbərdar idim. Adem. Gel de bak Adnan. Adnan niye gelmiyorsun Ayaz? Ayaz sır. Şöyle bir pas verin lan ona. Koşu. Adnan. Adem karşı. Adem. Yoldaş aç. Rəqibinə mane oldu. Məsə onun nəzarət altında top meydanı tərk etdi. Gel. Və Silla rəqibinin qarşısını Stop. kəsməyi bacardı. Başla. Bilal Cinə doğru ötürmə. Get. Orada Ayaz idi. Qarşısında Hüseyin var. Ayaz oldu Cəmlə rəqibini yola salma bacardı. Talıbzadə. Ayaz dirəkdə edib. Kör nöqtə edib. Özü zərbə indirməsi istəməm. Dirək mane olur. Rofumun əks həmləsini izləyə bilərik. Get Emze. Ayaz gel. Haber başı oyuncusu içinde. Pavel Yanlinski. Ayaz. Təxmin olaraq 7 dəqiqə yaxın bir vaxt qalıb. Görüşün bitməsinə və qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? Rofun 5-4 hesab önündədir. Vətəndə bir daha xatırlatma edək. Həmzənin ötürməsi, orada qarşılayan Abdullah Təkiv. Bir nefer danışmır. Hüseyin Mirəfqan. Gel Adnan. Bırak Bir qədər uzaqlaşdırma həmləsi də ötürməkdə çevrilir Adnan Sadıqov. Pressing edir. Rofun oyuncuları geriyə qayıtdılar. Geridən əmlə qurulacaq Cinəyə doğru. Amirafkan neyin? Ötürmələrlə top müdafiədən çıxarmağı bacardılar. Hətta əksəmləyə də səy göstərirlər. Bilal. Adnan birinci o. Pavel Afra kimi Ayaz G. Ayaz. Ayaz. Bir qədər mərkəzə çəkildi Adnan Sadıqov. Cinəyə doğru. Həmzə. Həmzənin zərbəsi keçmədi. Oyna. Yoldaşı açık. Selim Mirəfqan. Çıkar topu. Oldu. Cabret söyledi. Adnan, Ayaz. Allah'ın istedi ben. Geç yerine, geç. Bunlara imkan verirler. Devamlı sakla. Gel Pavel. Ayaz. Pavel. Ayaz. Gözlətmədən zərbə indirmək istəyirdi. Müdafiəçi onu qarşısını kəsdi. Raul sıyrılır rəqibinə. İndirilən zərbə qapı tirinə dəydi. Keçirəmlə imkan vermək olmaz. Abdullah. Gel. İmkan vermədi rəqibinə. Aykan gel Aykan. Gel Aykan. Yoldaş Aki. Gel Aykan. Bak bakalım böyle şey 4 saniye. Hadi. Neyse çık ona bak. At yerinə yetirilir Pavel.
Abdullah. Rəqibin qarşısını kəsdi, out. Yoldaş Hacı. Həmzə. Rofum avtiyini etirir. Abdullah qarşıladı. Adəm. Adəm Sadıqov, Cinatov, Rəssətov. Vətənin yenəmləsi yenə dalğası. İslam orada. Rəssətovun qarşısını kəsmişdi. Adəm duellonun qalib tərəfidir. Ona verirdim. Sarma, sarma. Kapalmam səni. Bu bir dərlədisə əziz. Rəssətov, Pavel. Qabıçılıq desən. Rəssətov, Ömər. Ömər Cinap oyuncu elədi. Qapı qarşısına ötürmə ola bilər. Ömər. Hadi bunu yanma hadi. Əziz, bu zaten Allah'ın keçirir buradan. Karakter yoktu ona göre. Koş gelirsen ne bana. Hadi! 9 50 başkanım! Yoldaş Hacı. Ömer ver! Adna. Ömer ver! Hemen çön vur yapsın. Bana girsen şeyin yanına Aziz. Ortalığı boşaltma. Benim şeyine tutsunlar sabit. Sen ortalıkta. Xahiş edirəm qeyrəti ifadədən qaçınaq. Hacı. Oy Ömer vur. Elədir, səni. Vaxt düşənir artıq təxmin olaraq 3 dəqiqə yaxın bir müddət qalıb. Rofun 5-4 hesab ilə öndədir. Vətən önündə. Hüseyin ama toptan çıktı. Ömer. Oyun gelir. Sen kime baksan? Oyna, oyna. Hacı. Mərkəzdə Rəssətov. Vur. Renault. mərkəzdədir. Kok ayaz ayaz. Adəm. Renat gel Renat. İslam uzaq məsafədən endirilən zərbə. Bilal yerindədir. Bilal bir qədər göz gəzdirdi diaqonala doğru. Ayaz. Bir qədər körtə bəmbəlləri izlədik. Orta değilsen gel kabağa. Gel Hacı. Ömer sen gel. Göz Akman içeri. Akman içeri. Artıq komandalar vaxtlarda yarışır. Geçti. Naz oraya. Bak. İzledi başlarsın. Hesab Rofun 5-4 öndədir. Vətən önündədir. Təxmin olaraq dəqiqə yarım. Vaxt qalıb görüşün bitməsinə. Bilal mənimsədi. Vaxt var, mübarizə aparmaq olar. Bırak. Isla. Niye böyle öyle bir çıkışa? Ona itiraz gel bu. Kapılarımızı vur. Adəm qarşıladı. İslam gel abi. Əsədov daha yaxındır topa. Ömər. Davay sırası. Çevik. Pavel orada rəqibinə mane oldu. Cinata doğru endirilən zərbə. Aferin Aziz. O Top qapıdan keçib Bilal əsəblərini cilovlaya bilmir. Dünyada görürseniz yok. İraqdan bildirir müdafiədə. Yok. Yandan səhvdən ötərim. Mesafre kimi. 6-4 oldum. Arafım 6. Gel. Vətən 4. Gel geçsin. Aziz. Oğlum. Bir ortaya. Gel Aziz gel. Davay. Ortaya. Gel ortaya. Raul şimdi ortaya. Sağ ayakla koyun. Bu görüşdə Hüseyin Emir Əfqan. Haber ver. Son əmlələrdə, son cəhdlərdə
Gözlər referidə. Görüşü saxlarla görüşü. Hətta referidə sanki seçmişdi, qarşılaşmanı bitirdi. Maraqlı bir mübarizə izlədik. Maraqlı bir qarşılaşmanı şahid olduq. Hərçənd ki, məhsuldar bir oyunda adlandırmaq olar. Rofum 6-4 hesab ilə vətəni məğlub edir. Bu gözəl üçün hər iki komandaya təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik.